Salam. Bugün sizinlə 20 variant sınav imtahanı kitabından sınaq 2-də verilən sualların video izahını bölüşəcəm. Birinci sualda reaksiyanın sürəti verilib, reaksiyanın başlatma müddətini tapmaq tələb olunur. Reaksiyanın sürəti və reaksiyanın başlatma müddəti bir-birindən tərs mütənasib asılı olan cəmiyyətlərdir. Yəni V1-in V2-yə olan nisbəti T2-nin T1-ə olan nisbətinə bərabərdir. Yerinə qoyduğumuz zaman hesablaya bilərik bunu və yaxud da ən asan yolu necədir? 0,4-dən 1,2-yə gəlib, yəni reaksiyanın sürəti 3 dəfə artıbsa, onda reaksiyaya sərf olunan zaman eyni qədər 3 dəfə azalmalıdır. Çünki bunlar bir-birinə tərs asılıdır. 36-nı da 3 dəfə azaltdığımız zaman 12 saniyə olmuş olacaq. Bir də doğru cavab Y variantı. İkinci sualda bizə nə deyilir? Demək, qrafik verilib 2CO, O2, CO2 plus 2 reaksiyasında T1 anında tarazlıqdadır. Hansı dəyişiklikləri aparmaq lazımdır ki, T2 anındakı tarazlıq halı yaransın. T1 anından sonra T2 anına kimi müəyyən bir proses baş verir və bu prosesdə CO-nun miqdarı, mol miqdarı azalır. CO-nun mol miqdarı azalır. CO-nun mol miqdarı azalırsa, deməli reaksiya tarazlıq sağ istiqamətdə gedir. Yəni reaksiya düzünə istiqamətdə gedir. Tarazlıq sağa yönəlib. Tarazlığı sağa yönəltmək üçün verilən şərtlərdən hansını eləmək lazımdır, onlara baxırıq. Təzyiqi artırmaq. Təzyiq qaz halında olan maddələrə təsir göstərir. Bizim reaksiyada da verilən maddələrin hamısı qaz halındadır. Və təzyiqi artırdığımız zaman tarazlıq həcmin az yox, çox olduğu, daha doğrusu həcmin az olduğu istiqamətə yönəlir. Çox olan istiqamətdən az olan istiqamətə doğru yönəlir. Reaksiyanın sol tərəfində 3 həzm qaz var, sağ tərəfində isə 2 həzm qaz var. Sağ tərəfdə 2 həzm qaz olduğu üçün, az olduğu üçün tarazlıq sağa tərəf yönəlmiş olacaq. Demək, təzyiqi artırdığımız zaman tarazlıq sağa yönələcək, bizə də sağa yönəlmə lazımdır. Bir düzdür. Temperaturu artırdığımız zaman tarazlıq sola tərəf yönələcək. Çünki reaksiyanın sağ tərəfi plus 2-dür. Deməli, sol tərəfi minus 2-dür. Temperaturu artırdığımız zaman tarazlıq minus 2-yə tərəf yönələcək. Yəni sola tərəf, amma bizə sağ tərəf lazımdır. Sistemə CO qazı əlavə etmək lazımdırmı? Lazımdır. Başlanğıc maddələrdən reaksiyaya gedən qaba əlavə etdiyimiz zaman reaksiyanın tarazlığı düzünə istiqamətdə yönələcək. Yəni sağa tərəf yönəlmiş olacaq. 3 də doğrudur. Doğru cavab D variantı. Üçüncü sual, istilik ayrılır deyilir. Azot monoksidi parçaladığımız zaman, deməli, istilik ayrılacaq. İstilik ayrılır, yəni plus 2 nəzərdə tutulur. Parçalama reaksiyalarının əksəriyyəti minus 2-dür, amma azot monoksidinin parçalanması istisna idi ki, o, deməli, istiliyin ayrılması ilə baş verirdi. Su buxarı kondensləşdikdə yenə istilik ayrılacaq. Kalsium karbonat parçalama reaksiyalarına aiddir. Minus 2-dür, yəni istilik udulur. Dəmiri əritdikdə də istilik udulur. Burada 1 və 2-də istilik ayrıldığı üçün doğru cavab olacaq Y variantı. Dördüncü sual, sabit temperaturda gedən N2+3H2 2NH3 reaksiyasında azotun qatlığını 2 dəfə azaldıb hidrogenin qatlığını 2 dəfə artırdıqda reaksiyanın sürəti necə dəyişir? Qatlığın dəyişməsinin deməli, reaksiyanın sürətinə təsirini öyrəndiyimiz zaman orada əmsalları da nəzərə alırdıq. Azotun qatlığını 2 dəfə azaltsaq əgər, onda reaksiyanın sürəti 2 dəfə azalacaq. Hidrogenin qatlığını 2 dəfə artırsaq, onda reaksiyanın sürəti 2 üstü 3 dəfə, çünki hidrogenin əmsalı 3-dür, 2 üstü 3 dəfə də artmış olacaq. Ümumilikdə 2 dəfə azalma və 8 dəfə artma olursa, yekunda reaksiyanın sürəti 4 dəfə deməli, artmış olacaq. Bizə ionlar verib, ionlarda olan azotun oksidləşmə dərəcələrini tapmaq tələb olunur. Ammoniakda, daha doğrusu ammonium ionunda. Ammonium ionunda hidrogen müsbət 1-dir. Müsbət 1-də azotun oksidləşmə dərəcələrini bilmirik. Mürəkkəb maddələrdə oksidləşmə dərəcələrinin tapılmasını öyrəndiyimiz zaman demişdik ki, elementlərin ayrı-ayrılıqda oksidləşmə dərəcələrinin cəmi ionun yükünə bərabərdir. Yəni, x plus 4 bərabərdir müsbət 1-ə, x də bərabərdir mənfi 3-ə. Deməli, A-nın qiyməti mənfi 3-dür. İndi gəlirik burada NO3-də tapırıq eyni qaydada. NO3-də necə olacaq? NO3 mənfi iyonu. Oksigen mənfi 2-dirsə, azot da x götürürük burada. X minus 6 bərabərdir mənfi 1.
Bu -1 iyonun ümumi yüküdür. Baxın, bu -1'dir. Buradan da hesabladığımız zaman x bərabərdir müsbət 5 olmuş olacaq. B də bərabərdir müsbət 5. B-ni müəyyən edin deyilir. A-nın üzərinə 8 gəldiyimiz zaman B almış olacaq. Doğru cavab Y variantı. Reduksiya edicinin neçə faizi oksidləşib deyilir. Reduksiya edicinin birinci ilk öncə təbii ki, reaksiyanı əmsallaşdırıb daha sonra hesablamanı aparmaq lazımdır. Deməli, burada əmsalları yazsaq, manqan gəlin elektron balansı üsulu ilə quraq. Manqan müsbət 4-dən manqan müsbət 2-yə gedib, yəni 2 elektron verib. Xlor -1-dən xlor 0-a gedib. İndekslərini nəzərə alırıq. Burada da 2 elektron. Deməli, bu veribsə, bu da qəbul edib. Bunu yazdığımız zaman 2, 2, yəni 1, 1 olmuş olacaq. Yəni, onların qabağına 1 yazsaq əgər. Deməli, 1 yazsaq əgər, onda bura 4 düşəcək, burada 2 düşəcək, burada 1 gedəcək. 2 oksigen, 4 hidrogen, 4 xlor, 1 manqan, düzü. Reduksiya edicinin neçə faizi oksidləşir deyir. Reduksiya edici elektron verəndir. Yəni, xlor burada H-xlor götürülür. H-xlorun deməli 4 molundan, yəni 4 atomundan götürülür. 4 atomundan 2 atomu reduksiya edicidir, yəni oksidləşib. Amma digər yerdə qalan 2 atomun oksidləşmə dərəcələri ümumiyyətlə dəyişməyib. Oksidləşmə dərəcəsi dəyişməyib. 4 atom xlordan ikisinin oksidləşmə dərəcəsi dəyişib, yəni artıb. Ona görə də orada oksidləşib. Bu da faizlə hesabladığımız zaman 50% olmuş olacaq. 7-ci sual. Hansı ifadələr doğrudur deyilir. Deməli, reduksiya edici və oksidləşdirici eyni element atomudur. Baxaq, xlor buradan 0-dan gəlir -1-ə, burada da müsbət 1-ə. 0-dan həm müsbət 1, həm də -1-ə gəlirsə, deməli, reduksiya edici və oksidləşdirici eyni element atomudur. Molekul daxili, deməli, oksidləşmə reduksiya reaksiyası deyir, yox, molekullar arasıdır. Natrium xlor reduksiya məhsuludur. Natrium xlor reduksiya məhsuludurmu? Burada oksidləşdirici olduğu üçün xlor atomu, deməli, natrium xlorda reduksiya məhsulu olmuş olacaq. Xlorun 20% oksidləşibmi? Xlorun 20% yox, 50% oksidləşib. Çünki 2 atom xlordan biri reduksiya olunub, biri də oksidləşib. Deməli, doğru cavab olacaq 1, 3. Hansı reaksiyalarda kükürt deməli, reduksiya olunur? Kükürt reduksiya olunur deyilir. Baxaq, 1, 0-dan gəlir burada -2-yə, 0-dan -2-yə gəlirsə, deməli, oksidləşdiricidir, reduksiya olunur. Bu doğrudur. Daha sonra burada müsbət 4-dən müsbət 6-ya gəlir. Elektron verib deyə müsbət 6-ya gəlir. Yəni, yükü artırsa, onda reduksiya edicidir, oksidləşib, reduksiya olunmayıb. Reduksiya edicilər oksidləşir, amma oksidləşdiricilər isə reduksiya olunur. Kükürt 3-cü variantda kükürt 0-dan gəlib müsbət 6-ya, yenə də yükü artıb, oksidləşib, reduksiya olunmayıb. Müsbət 6-dan gəlib müsbət 4-ə, yükü azalıb, yəni reduksiya olunub. Bəli, doğru cavab C variantı. 9-cu sual Euler-Venn diaqramına uyğun gələn bəndləri müəyyənləşdirin deyilir. Reduksiya məhsulu, deməli, reduksiya məhsulu bəsit maddə edirsə, burada hidrogen nəzərdə tutulur. Çünki hidrogen müsbət 1-dən 0-a gəlib oksidləşdiricidir və reduksiya məhsuludur. Su oksidləşdiricidir, bu isə reduksiya məhsuludur. Yəni, 1-2-yə gedəcək. Molekullar arası oksidləşmə reduksiya reaksiyasıdır deyirsə, deməli, molekullar arası olsa, burada bu qalsın, baxacaq, cavablarda uyğunlaşdıracaq bunu. Oksidləşdiricinin əmsalı 2-dir, burada kükürt nəzərdə tutulur. 0-dan gəlir mənfi, deməli, 2-yə. 0-dan mənfi 2-yə gəlirsə, onda bunun əmsalına 2 düşəcək, düzdür bu. 4-ə gəlir.
Karbon reduksiya edicidir deyir. Sıfırdan deməli müsbət 4-ə gəlir, sıfırdan müsbət 2-yə gəlir. Hər iki halda karbon reduksiya edicidir. Bir qaldı bizdə ikincisi. İkincisi 4, 3, 1 şəklində 4, 1, 3 şəklində olacaqsa əgər ikincisini biz götürəcəyik, deməli Y variantı 2-yə. Daha doğrusu hər ikisinə aid olmuş olacaq. Molekulyar arası oksidaşma reduksiya reaksiyasıdır. Anlayışı hər ikisinə aid olmuş olacaq. 9'da doğru cevap Y variantı. 10-cu sual yalnız polyar kovalent rabitəli birləşmələri müəyyən edin deyilir. Baxırıq bir-bir bunlara. Deməli, CO verilib bizə karbon qazı. Karbon qazında yalnız polyar kovalent rabitələr olacaq. Yəni, bir doğrudur. H2SO4-də yalnız polyar kovalent rabitələr olacaq. Etilində yalnız polyar kovalent rabitələr olmayacaq. Çünki karbon-karbon qeyri-polyar kovalent rabitələr var. Eyni zamanda azotda da azot atomları arasında qeyri-polyar kovalent rabitə var. Doğru cavab 1, 2 olmuş olacaq. 11-də hidrogen xlorid oksigenlə reaksiyasından xlor su ayrılır. Tarazlıqda olan sistemə hansı hallarda reaksiya məhsullarının mol sayı azalar? Reaksiya məhsullarının mol sayı azalar deyəndə xlor və su nəzərdə tutulur. Təzyiqi artırdığımız zaman, deməli, həcm az olan istiqamətə yönələcək. Həcm az olan istiqamət sağ tərəfdədir. Soldan sağa doğru yönələcəyi üçün burada reaksiya məhsullarının mol sayı artacaq, azalmayacaq. Reaksiya məhsullarının mol sayı azalar deyəndə tarazlıq deməli sola tərəf yönəlir. Yəni bunu nəzərdə tutur ki, sola tərəf yönəlməlidir. Xlorun qatlığını azaltdığımız zaman yenidən tarazlıq sağa tərəf yönələcək. Yəni 1 də olmaz, 2 də olmaz. Temperaturu artırdığımız zaman isə sağ tərəf deməli +2, sol tərəfində -2 olduğu üçün temperaturu artırdıqda tarazlıq -2-yə tərəf, yəni sola tərəf yönələcək. Bizə də sol tərəf lazımdır. Deməli 3 doğrudur. H-xlorun qatlığını azaltdığımız zaman tarazlıq yenə də sola tərəf yönələcək. 4 də doğrudur. Doğru cavab 3, 4. 12-ci sual. Deməli, reaksiyanın aparıldığı temperatur T1 və T2 verilib. Reaksiya sürətinin artması dəfələrlə 243, temperatur əmsalı 3 verilib. Bunu necə hesablamaq olar? Temperatur əmsalı 3-dür. Bunu düsturdan da yazmaq olar. VT2-nin VT1-ə olan nisbəti, yəni 243 bərabərdir. Temperatur əmsalının yazırıq. Sonra T2 minus T1 bölünsün 10 şəklində bir tənasüb vururuq. Sual Van Top qaydasına əsaslanır və Van Top düsturunu yazdığımız zaman bu cür bir bərabərlik alınır. Burada da T2 minus T1 bölünsün 10 bərabərdir 5 alınacaq. Çünki 3 üstü 5 bərabərdir 243 edir. Onda T2 minus T1, yəni Y minus X, hansı ki bizdən də bunu soruşur, 50-yə bərabər olmuş olacaq. Doğru cavab B variantı. 13-cü sualda reaksiyanın sürəti necə artırmaq olar deyilir. Alüminiumu toz halına keçirdikdə, bəli, sətin sahəsi artdığı üçün reaksiya daha sürətlə gedəcək. Temperaturu artırsaq əgər reaksiya deməli sürətlə gedəcək. Hidrogenin qatlığını artırdığımız zaman reaksiyanın sürəti azalacaq. Reaksiyanın baş verdiyi qabın həcmini artırdığımız zaman da reaksiyanın sürəti azalacaq. Həcmlə sürət tərs münasibətdə olur burada. Doğru cavab A variantı. 14-cü sual. 14-cü sualda deməli reaksiyada turşunun 1 mol turşu reduksiya olunduğu zaman, reaksiyada 1 mol turşu reduksiya olunduğu zaman əmələ gələn suyun kütləsini tapmaq tələb olunur. Burada əmsallaşdırma deməli aparsaq əgər əmsalları yerinə qoysaq 3 misin qabağına, 8 turşunun qabağına, 3 misin qabağına deməli 6, 2 buraya gedəcək, 4 də buraya gedəcək. ...24 oksijen, 3 mis, 8 azot, 4 hidrojen düzdür. Deyir, 1 mol turşu reduksiya olunduqda alınan suyun kütləsini hesablayın. Turşunun 8 molu
reaksiyaya daxil olur. Sadəcə o 8 molun cəmi 2 molu reduksiya olunur. Qanlı reduksiya olunmur, yəni. Bizdən reduksiya olunanı istəyir. Əgər 2 mol turşu reduksiya olunduğu zaman 72 qram su əmələ gəlirsə, yəni 4 mol su əmələ gəlirsə, onda bizə verilən 1 mol turşu reduksiya olunanda nə qədər su əmələ gələcək? Doğru cavab 36 olmuş olar. 15-ci sual. Reaksiyasına aid qrafik əsasında doğru ifadələri müəyyən edin deyilir. Deməli, T1 anından sonra XY üçün qatılığı artırmı? Artmır, çünki tarazlıqda da artıq. A xətti parçalanma reaksiyasının sürətini göstərmir, düzünə gedən və yaxud da birləşmə reaksiyasının sürətini göstərir. Deməli, B xətti yaxınlaşdıraq. B xətti tarazlıq halını ifadə edir. Bəli, C xətti də parçalanma reaksiyasının və yaxud da əksinə gedən reaksiyanın sürətinin dəyişməsini göstərir. Doğrudur. Burada da 3-4 doğru cavab oldu. C variantı. 16. Reaksiyasında CO-nun başlanğıc qatlığı 10 mol bölünsün litr, 10 saniyədən sonra isə 2 mol olarsa, mol bölünsün litr olarsa, reaksiyanın oksigenə görə sürətini hesablayın, qabın həcmi 1 litrdir. Reaksiyanın birinci ilk olaraq CO-ya görə sürətini hesablamalıyıq, çünki CO-nun qatlığı verilib bizə. CO-ya görə sürətini hesablasaq, delta C bölünsün delta T-dir. Əgər həcm birdən çox olsaydı, yəni fərqli rəqəm olsaydı, həcmini də məxrəcdə yazmaq lazım idi. Qatlıq dəyişməsi 10-dan 2-yə qədərdir. Yəni 8 mol bölünsün litr qatlıq dəyişib 10 saniyə müddətində. Reaksiyanın onda sürəti CO-ya görə nə qədər olur? 0,8 mol bölünsün litr bu saniyə olmuş olacaq. Bu CO-ya görə sürətdir. Onda oksigenə görə sürət də 0,4 olmuş olacaq. Əmsallara görə. CO-nun əmsalı 2, oksigen əmsalı 1-dir. 17-ci sual oksidləşmə reduksiya reaksiyalarını müəyyənləşdirin. Ümumiyyətlə, bir reaksiyanın oksidləşmə reduksiya reaksiyası olması üçün onda bəsit maddələrin əmələ gəlməsi və ən azından bir elementin oksidləşmə dərəcəsinin dəyişməsi. Əsas şərt odur ki, ən azından bir elementin oksidləşmə dərəcəsi dəyişməlidir mütləq şəkildə. Birinci reaksiyada heç bir elementin oksidləşmə dərəcəsi dəyişmir. İkinci reaksiyada azotun oksidləşmə dərəcəsi dəyişir. Müsbət 4-dən müsbət 5-ə gəlir və yaxud da müsbət 2-yə gəlir, dəyişir deyə. İkinci reaksiya oksidləşmə reduksiya reaksiyasıdır. Üçüncü reaksiyada heç biri dəyişmir. Dördüncü reaksiyada dəmir müsbət 2-dən müsbət 3-ə gəlir. Doğru cavab 2, 4 olmuş olacaq. 18-ci sual. Həcmi 1 litr olan qapalı qabda baş verən NO plus O2, NO2 reaksiyasının 5 saniyədən sonra oksigenə sürətini hesablayın deyilir. Deməli, həcmi 1 litr olan qapalı qabda reaksiyasının sürətini oksigenə sürəti. Okay. Bizdə NO-nun deməli kütlə dəyişməsi verilib. İlk öncə reaksiyaya baxaq. Reaksiyadan görürük ki, deməli oksigenə görə sürətini tapmaq istəyirsən, oksigenə görə həcmini tapa bilərik, mol sayını tapa bilərik. Əgər 60 gəlin belə hesablayaq. 60 qram NO reaksiyaya daxil olanda, 60 qram daxil olanda 1 mol əmələ gəlirsə, onda 25 mol daxil olanda 25 mol daxil olanda nə qədər əmələ gələcək? X. Yəni, bu NO-dur, NO-nun kütləsidir. Bu isə oksigenin moludur. Baxın, bu hissədə oksigenin molunu yazıram. Bu hissədə isə NO-nun kütləsini yazıram. Qrafikdə bizə 25 verib. 25-ə görə biz tapmalıyam ki, nə qədər oksigen reaksiyaya daxil olub. Buradan tapsaq bunu, X bərabərdir 60-ı 25-ə bölək. 60-ı 25-ə bölsək. Deməli, 2,4 alınmış olacaq. 2,4 mol, deməli, oksigen bu hissədə başlanğıcda olub. Daha sonra gəlirik aşağı. Əgər 10 mol, indi 10 mola görə hesablayırıq. 10 mola görə hesablayırıq. Əgər, deməli,
10 qram daha doğrusu 10 mol yox. 10 qram NO reaksiyaya daxil olanda nə qədər oksigen deməli bunu əslində burada daxil olma bu hissədədir deyə buna uyğun daha rahat şəkildə hesablamaq olardı. Gəlin belə eləyək elə. Bu biraz uzun yoldur. Həm də biraz bizim öyrəndiyimiz qaydaya zidd olan bir yoldur. Ona görə ən yaxşısını bu cür yazmaq olar. Əvvəldən bir də izah edirəm bunu. Yəni səhv eləmək olar. Burada deməli NO-nun kütləsini tapmaq lazımdır birinci. Nə qədər reaksiyaya daxil olub. Görürəm ki, 15 qram bu hissədə NO reaksiyaya daxil olub. 15 qram NO reaksiyaya daxil olanda nə qədər oksigen daxil olub onu bilmirəm. Nə qədər oksigen reaksiyaya daxil olub bilmirəm. Amma bilirəm ki, 60 qram NO reaksiyaya daxil olsa, 32 qram oksigen reaksiyaya daxil olacaq. 32 qram oksigen reaksiyaya daxil olacaqsa onda deməli X buradan bərabərdir 8 qram olmuş olacaq. Və 5 saniyədən sonra oksigenə görə sürətini hesablayın. Onda 8 qram oksigen bizdə deməli 0,25 mol eləməlidir. 0,25 mol eləyir. 0,25 yəni oksigenin 1 molu əgər 32 qramdırsa, 1 mol 32 qramdırsa, 8 qramı 0,25 moldur. Onda biz molu saniyəyə bölsək, 5 saniyəyə bölsək, hansı ki tuzturda da var bu, saniyəyə bölsək, onda 0,05 deməli mol bölünsün litr vur saniyə olmuş olacaq reaksiyanın oksigenə görə sürəti. Sxemini əks etdirən, sxemi əks etdirən reaksiya təhlilləri müəyyən edin deyilir. AD-nin BC ilə reaksiyasının A-sı BD alınıb, yəni mübadilə baş verib, D və C bir-birinə yerlərini dəyişiblər sanki və yaxud da əksinə. Deməli, burada mübadilə reaksiyalarını müəyyənləşdirmək tələb olunursa, bir mübadilə reaksiyası olacaq, 2 olmayacaq, 3 olacaq, amma 4 də olmayacaq, doğruca 1, 3 olacaq. 20-ci sualda deməli N2 verilib, X-in oksidaşma dərəcəsi tələb olunur bizdən. Oksigen mənfi 2-dir, kalium müsbət 1-dir. Mənfi 8-dən müsbət 2, mənfi 8 olacaq. Müsbət 2, onda X müsbət 6 olmuş olacaq. 20-də də doğru cavab Y variantı. 21-də bizə nə deyilir? Reaksiya üçün götürülən maddələr metanın kütləsi qramla verilib, oksigenin kütləsi qramla verilib. Reaksiya zamanı maddələrdən biri tam sərf olunduqda ayrılan istiliyin miqdarı. Deməli, biz bunu necə yazacağıq? Birinci, verilən kütlələrə uyğun olaraq biz hesablama da apara bilərik, ayrı-ayrılıqda da hesablaya bilərik. Gəlin verilən kütlələrə görə hesablayaq. Deməli, metanın kütləsi verilib 8, oksigen kütləsi verilib 8. Metan 16 qram reaksiyaya daxil olanda, oksigen 64 qram daxil olursa, onda oksigen 8 qram reaksiyaya daxil olanda, metan 2 qram daxil olacaq. Bu tənasübünü hesablayırıq. Əgər 64 oksigen daxil olanda 16 qram metan daxil olursa, onda metan, oksigen daha doğrusu 8 qram daxil olanda metan 2 qram daxil olacaq. Ayrılan istiliyin miqdarı tələb olunur. 64-dən əgər 880 alınırsa, onda 8 qramından da 110 kilojol deməli enerji ayrılacaq. İndi gəlir ikinci şərtə. İkinci şərtdə nə deyilir? 48 qram metan sərf olunur, 96 qram oksigen sərf olunur. Yenə eyni qaydada. Əgər 16 qram oksigen, 64 qram metan, daha doğrusu 16 qram metan 64 qram oksigenlə reaksiyaya daxil olursa, 96 qram oksigen neçə qram metanla reaksiyaya daxil olar? Buradan x-i tapırıq. Deməli, 24 alınmış olacaq. Yəni 24 qram reaksiyaya daxil olacaq, amma 24 qram da artıq qalacaq. 48-in hamısı sərf olunmur. Bizə burada lazım olan istilik miqdarları da əsas. Yəni 64 qram oksigen reaksiyaya daxil olanda 880 kilojol enerji ayrılırsa, onda 96 daxil olanda
1320 olmalıdır, səhv vermirəmsə, səhv də edə bilərəm. Təxmini hesabladım. 1320 kilojol istiliyə ayrılır. Burada yazıram 1320 kilojol. Onda Q2-nin qiyməti Q1-dən böyük olacaq. Q1-in qiyməti 110 olacaq. Yəni 2-3 doğrudur. 4 yanlışdır, 1 də yanlışdır. Elementlər verilib bizə hansı deməli birləşmələrdən hansıları ion rabitəlidir? Elektromagnetikləri kəskin fərqlənən element atomları arasında yaranan və yaxud da metal və qeyri-metal atomlar arasında yaranan rabitə ion rabitəsi idi. Bizdə T arasındakı yaranan rabitə ion rabitəsidir burada. Eyni zamanda X-lə Z arasındakı və yaxud da X-lə Y arasındakı rabitədə ion rabitəsi olmuş olacaq. X birinci qrupda yerləşir. T 7-ci qrupda yerləşir. Elektromagnetikləri kəskin fərqlənir. Və yaxud da ion rabitəli birləşmələr duzlarda olub da metallarla qeyri-metallar arasında yaranan rabitədə ion rabitə idi yəni. Burada doğru cavab deməli olacaq 1, 3. 30 qram karbon yandıqda deməli 1000 kilojol istilik ayrılır. Karbonun tam yanma istiliyini hesablayın deyilir. Karbonu yandırsaq CO2 əmələ gələcək. Əgər 30 qram karbondan 1000 kilojol istilik alınırsa, onda 12 qram karbondan nə qədər istilik alınır? X. Deməli, X buradan nəyə bərabər olacaq? X bərabərdir, təxmini hesab olsaq, 400 olmalı səhvlərimizə. 12.000-i 30-a bölsək 400. Bəli, 400 kilojol istilik ayrılacaq. Yanma istiliyini istəyir və yanma istiliyi də 400 kilojol olmuş olacaq. 23-də doğru cavab 400. 24-cü sual. X-i hesablayın. X-i hesablayın deyilir bizə. Yəni, X bizdə nisbi atom kütləsidir. Onu tapmalıyıq. Deməli, ona 17,6 qram XO2 yananda, 17,6 qram XO2 yanan zaman 160 kilojol yanan zaman yox, daha doğrusu əmələ gələn zaman 160 kilojol istilik ayrılırsa, 400 kilojol istiliyin yaranması üçün neçə qram XO2 əmələ gəlməlidir? Deməli, burada hesabladığımız zaman X bərabərdir 44 olmuş olacaq. Əgər XO2-nin kütləsi 44-dürsə, çünki burada birləşmə reaksiyasının əmələ gəlməsinin istiliyinə görə tapdığımız kütlə əslində onun emerinə bərabərdir. Əgər XO2 emeri 44-dürsə, bu 44-ün 32 qramını oksigen təşkil edir, yerdə qalan 12 qramını da X təşkil edəcək. Deməli, reaksiya nəticəsində 23 kilojol istilik ayrılmışsa, neçə litr hidrogen reaksiyaya daxil olduğunu hesablayın. Əgər 67,2 litr hidrogen reaksiyaya daxil olanda 92 kilojol istilik ayrılırsa, onda 23 kilojol istiliyin ayrılması üçün nə qədər hidrogen reaksiyaya daxil olar? X bərabərdir 4-ə bölürüksə 16,8 deməli litr olmuş olacaq. Arazlıqda olan NO plus O2, NO2 minus Q plus Q reaksiyasında tarazlığı sağa necə yönəltmək olar deyilir. NO-nu sistemdən çıxarsaq əgər deməli, tarazlığı sağa yönəltmək istəyirik. NO-nu sistemdən çıxarsaq tarazlıq sola yönələcək, doğru deyil. Oksigenin qatlığını artırmaqla deməli, sağa yönəltmək olar, düzdür. Təzyiqi artırdığımız zaman həcm çox olan tərəfə deməli, tarazlıq yönələcək.
Solda 3, sağda 2 yazım olduğu üçün tarazlıq sağa yönələcək. Bu da doğrudur. NO2-nin qatlığını artırdığımız zaman sola yönələcək tarazlıq. Temperaturu azaltdığımız zaman tarazlıq sağa yönələcək. 2, 3, 5-dir doğru cavab burada. Uyğunluğu müəyyənləşdirmək lazımdır proseslərə görə. Deməli, amonyak verilib bizə. Amonyakdan NO-ya gəlib. Amonyakda azotun oksidləşmə dərəcəsi -3-dür. NO-da müsbət, daha doğrusu -2-dir. -3 reduksiya prosesi oksidləşmə dərəcəsinin azalmasıdır. Oksidləşmə dərəcəsinin artmasıdır. Belə yadda saxlayaq bunu və yaxud da reduksiya edicilər oksidləşir, oksidləşdiricilər reduksiya olunur. Bu mənada nəzərdə tutur bunu. Burada oksidləşmə dərəcəsi artdığı üçün birinci proses daha doğrusu oksidləşmə prosesidir. SO2-də kükürdün oksidləşmə dərəcəsi müsbət 6, SO4-də daha doğrusu, SO2-də isə müsbət 4 olacaq. Bu reduksiya prosesidir. Burada -2, müsbət 4. Deməli, oksidləşmə prosesidir. Oksidləşmə dərəcəsi artıb. Burada müsbət 7-dir manqan. Burada müsbət 4-dür. Deməli, reduksiya prosesi olmuş olacaq bu da. Alüminium müsbət 3-dür burada. Burada da alüminium müsbət 3-dür. Burada nə reduksiyadır, nə də oksidləşmədir. Doğru cavab belədir. 1 AC, 2 BD. 28-ci sual. Reaksiyasının hidrogenə görə sürəti 0,3 deməli, mol bölünsün litr vur saniyə olarsa 10 saniyə ərzində 2 litrlik qabda baş verən reaksiya zamanı neçə litr oksigenin sərf olunduğunu və neçə qram su alındığını hesablayın. Gəlin hesablayaq bunu da. Deməli, burada bizə verilən parametrlərə görə hesablamanı aparacağıq. Deməli, burada nə deyirdi bizə? Reaksiyasının hidrogenə görə sürəti 0,3-dür. Olarsa 10 saniyə kimi sürür. Əgər hidrogenə görə sürət 0,3 isə, onda oksigenə görə sürət əmsallara görə 0,15 olacaq. Oksigenə görə sürət 0,15-dir. Bu bərabərdir. 10 saniyə ərzində 2 litrlik qabda, 10 saniyə ərzində 2 litrlik qabda nə qədər oksigen sərf olunduğunu tapmalıyıq. Deməli, burada bilmirəm nə qədər dəyişir. X yazıram bura. X bərabərdir. Deməli, burada moldur təbii ki, X moldur bu. X bərabər deməli 20-ni 0,15-ə vursaq 3 mol olacaq. 3 molda 67,2 litrdir. Bu, deməli, bu 1-in cavabıdır. Neçə qram su alındığını hesablayın. Əgər, deməli, 1 mol oksigen reaksiyaya daxil olanda 36 qram su alınırsa, onda 3 mol oksigen reaksiyaya daxil olanda ondan 3 dəfə çox, yəni 108 qram su alınacaq. Bu da 2-nin doğru cavabı. 29-cu sual. Deməli, reaksiya tənliyini əmsallaşdırın, reduksiya məhsulunu və reduksiya məhsullarının əmsalları cəmini müəyyənləşdirin. Reaksiyanı əgər biz əmsallaşdırsaq, deməli, burada 2, 4 natriuma gedəcək. Burada 4 yazaq. Burada 2 yazaq. Yox, düz olmadı bu. Deməli, burada əsas məsələ bunları düzgün şəkildə əmsallaşdırmaqdır. Deməli, əmsalları yerinə qoysaq 8, 9,
8, 1 və 3 olmuş olacaq. Reaksiya tənliyini əmsallaşdırdıq. Reduksiya məhsulunu müəyyənləşdirin deyilir. Reduksiya məhsulu burada azot müsbət 5-dən gəlir, azot mənfi 3-ə. Reduksiya məhsulu amoniak olmuş olacaq, çünki azot burada oksidləşib. Burada amoniakdır. Reaksiya məhsullarının əmsalları cəmi 8 plus 1 plus 3 şəklində olmuş olacaq. Yəni 12. 30-cu sual. Alüminiumun yanma istiliyini müəyyən edin tələb olunur. Deməli, alüminiumun yanma istiliyi tələb olunursa, onda 3200-ü biz 4-ə böləcək, əmsalında onda 800 olmuş olacaq. 54 qram alüminium tam yandıqda ayrılan istiliyin miqdarı. Deməli, 108 qram alüminium əgər yanırsa, 3200 kilojoule enerji ayrılır. Onda 54 qram alüminium yandıqda x qədər deməli, istiliyi ayrılacaq. X də burada deməli, bərabər olacaq 1600-ə. 2-nin də doğru cavabı 1600 olmuş olacaq. Belə, sualların izahı bu qədər. Ümid edirəm hər birinizə faydalı oldu. Uğurlar.